İqtisadi zorakılıq bir insanın digər insanın pul və maddi resurslarına nəzarət etməsi ilə baş verir. İqtisadi zorakılıq çox zaman ilk başda nəzərə çarpmasa da, getdikcə insanı tamamilə asılı vəziyyətə salır. İqtisadi zorakılığın ən tipik formalarından biri işləməyə icazə verilməməsidir. Bəzən insan işləməyə nail olsa belə, onun qazandığı pul əlindən alınır və yaxud da onun kartları, pulu, eyni zamanda sənədləri üzərində tam formada nəzarət həyata keçirilir. Evə baxmaq sənin işindir. Əgər işə gedirsənsə, deməli ailəni sevmirsən kimi manipulyattiv cümlələrlə insanın öz həyatı barəsində qərar vermə hüququ onun əlindən alınır və bu əslində bir nəzarət mexanizmidir. İqtisadi zorakılıq zamanı insan daim özünü borclu, minnətli və qazandığından əlimdə heç nə qalmır kimi hiss edir və insan öz ehtiyaclarını qarşılamaq üçün belə icazə almalı və yaxud da pulu artıq qarşı tərəfə verdiyinə görə ona yalvarmaq məcburiyyətində qalır. İqtisadi zorakılıq nəticəsində insanın azadlığı məhdudlaşır, o ayrılmaqdan, öz həyatını qurmaqdan qorxur. Çünki o artıq bütün maddi sərbəstliyini qarşı tərəfin əlinə vermişdir. Buna görə də iqtisadi zorakılıq ən səssiz, amma ən təhlükəli zorakılıq formalarından biridir. Əgər siz də bu kimi hallarla rastlaşırsınızsa, 116-111 qadın dəstək xəttinə müraciət edə və ilkin psixoloji və hüquqi dəstək ala bilərsiniz.